Bugün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Mercedes markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan Volkswagen markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır. Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib. 5 nəfər xəsarət alıb. Hadisə rayonun Uzuntəpə Günəşli yolunda qeydə alınıb. Belə ki, Ford markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Maşında olan 6 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.